Səndə 2 qatıdır. 60'ın yarısı? 30. 30. 80'in yarısı? 40. 100'ün yarısı? 50. Doğrudur. 20'nin yarısı? 15. 20'nin 15 lira mı? 10. 10. 20 bölü 2? 20 bölü 2. 10. 30 bölü 3? 10. 400'lük 5 təhlik. 405. Sədiqə, ədədi bir yüzlük qədər artırsaq, ədəd neçə vahid artar? 100. Doğrudur. Ədədi 5 onluq qədər artırsaq, ədəd nə qədər artar? 5. 5 onluq qədər artırsaq. Neçə? 50. 50 vahid artar. Ədədi 3 onluq 4 təhlik qədər artırsaq, ədəd nə qədər artar? 3 onluq 4 təhlik qədər. 34. 30. Ədədi 5 onluq 2 təhlik qədər azaltdım. Ədəd nə qədər azalacaq? 52 var. Doğrudur. Ədədi 8 onluq 7 təhlik qədər artırdım. Ədəd nə qədər artacaq? 87. Doğrudur. Ədədi 1 yüzlük 5 onluq qədər artırdım. Ədəd 105. 5 onluq qədər. 150. Doğrudur. Ədədi 2 onluq 4 təhlik qədər azaltdım. Ədəd nə qədər azaldı? 2 onluq 4 təhlik qədər azaltdım. 24. 24 vahid azaldı. 3 onluq 3 təhlik qədər artırdım. Nə qədər artdı? 60. Əyləş. 3 onluq 3 təhlik qədər artırdım. Nə qədər artdı? 33. Əyləş. Mələk. Deməli, indi saat 15:00 oldur. 1 saat 10 dəqiqədən sonra saat neçə olacaq? 16 10. Doğrudur. İndi saat 15:00 oldur. Bəli. 2 saat əvvəl saat neçə idi? 2 saat əvvəl 13:00. Doğrudur. Sədiqə, indi saat 20:00 oldur. 2 saat 30 dəqiqədən sonra saat neçə olacaq? 20:00 oldu. Bəli. 22 10. 30 dəqiqədən sonra. 22 30. Doğrudur. İndi saat 17:20'dir. 15 dəqiqədən sonra neçə olacaq? 17 35. Doğrudur. İndi saat 12:40'dır. 10 dəqiqədən sonra neçə olacaq? 12 50. Doğrudur. İndi saat 12:40'dır. 20 dəqiqə əvvəl neçə idi? 12 20. Doğrudur. Aferin sizə. İndi saat 13:05'dir. 13 5. Aha, 15 dəqiqədən sonra neçə olacaq? 13 20. Aferin. İndi saat 13:50'dir. 10 dəqiqədən sonra neçə olacaq? 13 60. Yəni Yani 60'ı da çevirəsən 1 saata. 13:60, eləmi? 60 da oldu 1 saat. Qoy onu 13'ün üstünə. Neçə eləyəcək? 13:60, eləmi? 60 dəqiqə 1 saat.